لكل جعلنا منكم شرعة ومنهاجا. Allah Teala buyurur ki, bir qövmə qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin və ədalətli olun. Demək, qardaşlar, əgər biz düşmənimizə qarşı belə ədalətli olmalıyıqsa, bəs yaxşı, deyək ki, məsələn, kiminsə müəllimi, kiminsə şeyxi, kiməsə nəysə söz deyib. Ancaq ola da bilsin ki, həmin o insan o sözündə haqqa isabət etməyib. Ancaq sənin müəllimindir deyə, sən necə olursa olsun, sən daima onu müdafiə eləməlisən. Əlbəttə ki, belə deyil. Fudeyl ibn İyad rahimehullah buyurur ki, əxlaqın kamilliyi orada bilinir ki, sənin düşmənin sənin şərrindən əmin olduğu zaman. Nə qədər ki, sənin düşmənin sənin şərrindən əmin deyilsə, səndə hələ əxlaq kamilləşməyib. Bəs yaxşı, əgər bu düşmən arasında belədirsə, bəs yaxşı, müsəlman qardaşları arasında necə olmalıdır? Bir safda dayanan, eyni qibləyə çevrilib, eyni kitab oxuyan, eyni Peyğəmbərin sünnəsinə tabi olan qardaşlar arasında necə olmalıdır? Ələxsus da bu eyni mənhəcə söykənib, o dəvəti aparan, təvhidi yayan qardaşlar arasında və ən üstəlik də əgər bunlar elm tələbələridirsə, onda necə olmalıdır? Əlbəttə ki, onda daha möhkəm olmalı, çünki məsələ onda daha məsuliyyətlidir. Yox, əgər kimsə kiməsə qarşı olan kinindən və yaxud da həsədindən, paxıllığından və yaxud ondan olan üstünlüyü əldən verməməkdən ötürü ki, mən ondan neçə ildir qabaq dəvət aparıram və yaxud da o hələ universitetin məhədinə girəndə mən artıq magistraturada oxuyurdum və yaxud mən hələ universitetin 3-cü, 4-cü kursunda oxuyurdum. Bu kimi şeyləri ortaya gətirib bunları əldən verməmək üçün, bu şeyləri itirmək qorxusundan haqqı gizlətmək artıq bu məzəmmətə layiq bir sifətdir. Bu, müsəlmanda yaraşmayan bir şeydir. Ələxsus da əgər onu deyən insan elm tələbəsidirsə, bu daha haqlıdır ki, belə məsələlərə diqqət yetirsin. Bu günlərdə biz baxırıq, görürük ki, dünənləri bir sözü deyən insan artıq bugün tam onun əksin olaraq başqa bir sözü deyir. Hətta dünənləri o sözü azğın bidətçilərə qarşı işlədən və o şeydə müdafiə edən insan bu günləri onların tam eyni ilə sözlərini işlədib, tənə vurmağa çalışır və yaxud ləkələməyə çalışır. Hətta bununla dayanmayıb, bununla toxtamayıb, hətta görürsən ki, öz qılıncını çevirib, onunla çiyin-çiyinə dayanıb, təvhid dəvəti aparan insanları, onları ləkələməyə, onları pisləməyə. Bu da göstərir ki, artıq kimlərdəsə dəyişikliyi var. Və dəyişikliklər də kimdən çıxır, kimdə yarandı, necə ortaya çıxdı, bu da göz qabağındadır. Düzdür, indi cürbəcür adlar qoyurlar, deyirlər ki, biz indiyəcə mahiyyətinə varmırdıq, indiyəcə mahiyyətinə, bu öyle demək lazımdır ki, ən azından, ki, demək lazımdır ki, indiyəcə bilmirdik. Belə deyilsə daha yaxşı olar, indiyəcə bilmirdik, amma mahiyyətinə varmırdıq yox. Çünki kim ki, əgər Ərəbistanda, Ərəb ölkələrində elm tələb edibsə, o hələ dil kurslarından bu məsələləri bilir. Çünki İxvan Müslim söhbətləri onlarda çoxdandan yayılır və hamı da kim elə gedirsə, elə dil kursunu oxumağa başlayandan bilir bu söhbətləri. Sadəcə ola bilsin, tam dəqiqliyi ilə öyrənə bilməyib və yaxud da ola bilsin, bugünkü mənhəcinin əqidəsinin əksi olaraq haqqı gizlədib, artıq qoy desin ki, heç olmasa ya bilmirdim və yaxud da mən xəyanət edirdim dəvətə, haqqı gizlədirdim. Amma demək ki, fikir vermirdim, bu düzgün söhbət deyil. Fikir vermək lazımdır, lakin ədalətlə. Əslində, indiyəcən hər şey yaxşı idi, ədalətli idi. Fikir də verilirdi və həmçində bilinirdi də məsələlər. Sadəcə indi dəyişikliklər var ortada, kimlərsə dəyişilib, onun adını qoyurlar ki, fikir vermirdi. Və həmçinin başqa bir məsələ görürsən ki, bu da cəmaatın əsas narazıçılığına səbəblərdəndir və qardaşları narazı qoyub, o da nədir? İncə məqamlar var. İncə məqamlar var məsələsi ki, incə məqamlar var, hələ o çoxlarına qaranlıqdır, hələ açıqlanmayıb, hələ bilinmir. İnşallah ki, o incə məqamları da biz xahiş edirik ki, cəmaata başa salınsın. Həmçinin başqa digər bir məsələlərdən ki, geçsinlər, hələ-hələbiyi öyrənsinlər, ondan sonra özləri biləcəklər
gizli məqamlar, incə məqamlar və onlar açıqlansın. Həmçinin vaxta buraxmaq, vaxtı nöqtəsinə buraxmaq ki, vaxt gələcək, hər şey düzələcək. Düzdür, inşallah vaxt gələcək, hər şey öz yerini tapacaq. Lakin haqqı demək lazımdır. Yenə də vaxta buraxmaq lazımdır. Çünki sonra da yenə də peşman olub deyəcək ki, mahiyyətinə varmırdıq. Mahiyyətinə varmırdıq, maraqlanmırdıq. Ona görə demək lazımdır. Həmin o incə məqamları bir saatlıq gözəl mənhəci dərs ayırıb, onu insanlara öyrədərək, açıqlayaraq, şəri dəlillərlə, elmi qaydalarla həmin o incə məqamları, elə də çətin bir şey yoxdur mənə elə gəlir orada. Onu cəmaatda başa salmaq lazımdır ki, hansıdır o incə məqamlar. Və ondan sonra hər şey düzələcək və sözsüz ki, ədalətlə olarsa, insafla olarsa, hər şey düzələcək. Yox, əgər yenə indiki kimi ədalətsiz, insafsız, nədir mənim sözüm olmalıdır, mən deməliyəm, belə olmalı, yox, belə deyil qardaşlar. Həmçində qardaşlar, görürsən, bəziləri danışırlar ki, deyirlər ki, həmişə indiyəcən nə deyilirdisə, düz çıxırdı, həqiqət çıxırdı, düzdür, elə idi. Çünki niyə görə? Çünki məşvərət olurdu, məsləhətləşmə olurdu, bütün tələbələr eyni sözü deyirdi. Sadəcə onu danışan, çıxış edən bir-iki nəfər olurdu, ona görə də düz çıxırdı. Ancaq bu günlərə artıq vəziyyət elə deyil, qardaşlar. Bu günlər artıq həmin o məsləhətləşmək, məşvərətləşmək, o şeylər demək olar ki, yoxdur. İndi məsləhətləşən, məşvərətləşən, bu şeylərin təşkilatçılığına varan, bu şeyləri təbliğ edən bəzi heç bir elmi savadı olmayan, hətta cəmiyyətdə özünə yer tapa bilməyən, əxlaqı normal olmayan, düzlüyü, təmizliyi saf olmayan bəzi həmin o qruplarda adminlik edən o uşaqlardır ki, bu günləri onlarla məsləhət, məşvərət olunur. Həmçinin o kəslərdir ki, dünən İsrən gediblər hansısa ərəb dövlətlərinə, hansı ki, dəvətli xəbərləri yoxdur, heç öz rayonlarında onlara etibar olunub, onlardan tohidi belə öyrənilməyib, ancaq bu günləri onlar gəlib çıxırlar, neçə illərdir dəvətin əziyyət çəkən, neçə illərdir insanlara haqqı öyrədən, tək Allahlığa çağıran, Peyğəmbərin sünnəsinə çağıran aleyhissalatü vesselam insanları ləkələyirlər, hansı ki, onların dəvətdə heç bir əməyi və zəhməti yoxdur. Və bəziləri olan içində var ki, neçə illərdir elm tələb edirlər. Əgər o elm ki, insanlara fayda verməyibsə, başqalarına fayda verməyibsə, artıq o bağlı bir şeydə gizlədilmiş, istifadə edilməyən daşqaşa bənzəyir və əslində bu ortaya çıxdı ki, nəinki o daşqaş, hətta onun içində paslı dəmir parçası idi ki, bu günləri ortaya çıxdı və müsəlmanlara tərəf tuşlandı və qardaşları vurmağa, ləkələməyə çalışır. Və o insanlar ki, ədalət axtarırlar, ədalət tərəfindədirlər, ədalətdən danışırlar, onlar belə adamlara şərait yaratmamalı danışmağa. Çünki alimlər həmişə fitnələr vaxtı elmsiz adamları danışmaqdan çəkindirirlər. Qoymurlar elmsiz adamlar danışsın. Çünki elmsiz adamlar nə qədər danışsalar, o qədər vəziyyətin həlli daha da ağırlaşacaq və daha da çətinləşəcək. Ancaq bu günləri görürsən ki, bəzi insanlar, hansı ki, indiyəcən etibarı tanınan adamlar, həmin o sadaladığın belənci, elmi, savadı, tərbiyəsi olmayan insanları çıxardıblar qabağa və onların danışığına şərait yaradırlar. Hətta faktlar da var ki, onları necə hazırlayırlar və öyrədirlər ki, onlar danışsınlar və insanlara istiqamət versinlər. Hansı ki, onların özünün hələ öz şəxsi həyatlarında öz istiqamətə ehtiyacları var. Necə ki, Rasul sallallahu aleyhi və səlləm buyurur ki, bir hədisdə qiyamətin əlamətlərindən danışaraq buyurur ki, vaxt gələcək, rüvey bidələr ortaya çıxacaq və onlar danışacaqlar. Səhabə dedilər ki, ey Allahın Rasulü, rüvey bidələr kimdir? Dedi ki, səviyyəsiz bir kişi ümmətin ümumi məsələlər barədə danışacaq. Səviyyəsiz bir insan, yəni rəculun təfi, keyfiyyətsiz bir insan durub ümumi məsələlər barədə danışacaq. İndi o insanların o keyfiyyətsizliyini də hamısını qoymaq olar ortaya ki, hansı ki, bu işlərin təşkilatçılığında qabaqda gedirlər, hətta özlərinə bəzi künyalar, ləqəblər də götürüblər. Sadəcə biz özümüzə yaraşdırmırıq ki, onları dilə gətirib danışmaq ki, yəni ayıbdır bizə görə o şeyləri danışmaq. Ancaq bəlkə də məcbur eləyərlər, haçansa onları da danışaraq eləyərik ki, onların özünün hətta öz şəxsi həyatlarında istiqamətə ehtiyacları var, nəinki durub ümmətə istiqamət vermək. Ona görə məsləhət görərdim ki, eləncə uşaqların ağzını yumsunlar, özəki demişik, onlar danışdıranlara biz demişik ki, bunlar kimlərdir? Danışdıranlara demişik, bəyan eləmişik ki, sənə yaraşmır bu kimi insanlar sənin ətrafında olsunlar. Çünki bunlar bu kimi insanlardır. Bunlar hətta öz ailəsində, öz məhəlləsində, öz qaldığı rayonda belə heç bir nüfuz qazanmayan insanlardır. Sən bunları boş ver geçsinlər.
Amma əfsuslar olsun ki, təəssübkeşlik və yaxud da təkəbbür və yaxud da nə Allahu aləm nə olursa olsun, lakin heç də xoş səbəb deyil bunlar. Onlar hələ də imkan vermir ki, belə insanların ağzı yumulsun. Nəinki yumulur, hətta elə insanlara şərait yaradılır ki, nəinki elm tələbələri, hətta alimlər barədə çox tərbiyədən uzaq olan sözlər işlədirlər və ədəbsiz, əxlaqsız sözlər işlədirlər alimlər barədə, hələ tələbələr barədə demirəm. Və ona görə Allahdan qorxmaq lazımdır. Bu din Allah Taala'nın əmanətidir. Hansı ki Allah Taala bunu dağlara ərz elədi, dağlar bunu boynundan qaçırtdı. İnsan isə bunu boynuna götürür, çünki insan cahildir və zalimdir. Və insanın da əsli hələ cahildir, zalimdir. Lakin o kəslər ki, özünü islah edib, öz əməllərin islah edənlərdən başqa. Ona görə əməllərimizi islah eləmək lazımdır. Bu cəhalətdən, zülmdən, zülmətdən çıxmaq lazımdır. Haqqı haqq olaraq dua eləmək lazımdır ki, Allah Taala öyrətsin, göstərsin hamımıza və onu bizi tabi olmaqları üzləndirsin. Həmçinin batili batıl olaraq göstərsin və ondan bizi uzaqlaşdırsın və beləcə də o şeyin, o batilin əhlindən də Allah Taala bizi uzaq eləsin və insaflı olmaq lazımdır, ədalətli olmaq lazımdır. Əslində o insan ki, öz səhvindən çəkinir, öz xatasından dönür, o həmin insanın uca əxlaq sahibi olmasın, onun böyüklüyün və onun izzətin göstərir. Nəinki xatanın üzərində israrlıq etmək, düzün Allah bilir və axirə dəvana ənəlhamdülillahi rabbil aləmin və salatu və selamu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcməin.